Salam, hər kəsi salamlayıram. Kanalıma xoş gəlmişsiniz. Burada səhər yeməyimi yedim, indi çayımı içirəm. Və sonra yemək bişirirəm. Kənd çolpasından soğuz eləyirəm. Və siz yeməyə baxın, mən də biraz özümdən danışım sizə. Mən Elnurə 2 övladım var, bir qız, bir oğlan. Oğlumun 18 yaşı var. Bu il inşallah instituta hazırlaşır. Qızım 8-də oxuyur, 14 yaşı var. Özüm də 19 ildə ailəliyəm. Mən şəhərdə doğulub böyümüşəm və kəndə ərə getmişəm. Hardasa 13 ildə orada yaşamışam. Artıq 6-7 ildir Bakıda yaşayıram. Köçmüşəm Bakıya. Yəni kənd həyatında hamı bilir də, yəqin ki, danışmağa ehtiyac yoxdur. Yəni bütün kənd qızların gördüyü işlərdə mən görmüşəm. Bağçada da işləmişəm. Necə deyim, kənd həyatında nələr var, hamısını mən də eləmişəm də. Təndirdə çörək bişirmişəm, heyvanlara baxmışam. Belə. Artıq sonra Bakıya köçməyə qərar aldıq. Burada da gəlirik 1 manatlığa. Özümə broşka alıram, qızım da Lego görüb özünə Lego alır. Gəlmişkən dedim sizə də bunları çəkim göstərim. Artıq evə gəlmişik. Aldıqlarımızı sizə göstərirəm. Sonra axşama qonaqlarımız vardı. Onlara çəyləkli piroq pişirdim. Və bir də şenyar kalbasa elədim. Çay süfrəsi açdım. Çiyələk mövsümü gələndə bu piroqu eləməyi çox sevirəm, çünki çox tatlı piroqdur. Ki bu kalbasanın içine ne gedir hamı bilir. Yine de mən xatırladım. Demək içine mən peçenləri qırıb tökürəm. Eğer qoz varsa qoz da vura bilərsiniz. Mən qoz biraz evdə az olduğu için doğradım içine. Sonra 1 stəkan süt, yarım stəkan pesoq, 2-3 xörək qaşığı kakao, biraz da azca kərə yağı qoyuram, qazda bişirirəm və tökürəm bunun içine, qarışdırıram. Sonra bir krok açıram, üstüne kalbasa forması verirəm, büküb qoyuram xaldinka. Çox tatlı bir şeydir, mən onu çox sevirəm. Burada da qızımla gedirik Gənclik mola.
Gənclik molu. Burada nə vaxt gəlirsən, həmişə yer tapmaq biraz çətin olur. Özü biraz gözlədik, amma sonunda yerdə tapdıq. Özümüzə Alman dönəri, bir də lahmacun zakaz verdik. Buradan da çıxırıq, gedirik gəzə-gəzə Dədə Qorqud parkına. Oradan da keçdirik Gənclik parkına. Gənclik parkına yəqin gələn olub. Çox gözəl yerdir. Əvvəllər daha tez gedirdim. İndi biraz gec gedirəm. Amma çox gözəl deyərdim parkda. İstirahət etmək üçün, piknik etmək üçün çox qəşəng yerdir. Burada da kızım lavaşla pendiri çok sevir. Ona göre akşam onu onun için hazırladım, kızarttım. O da nuş elədi. Çok tatlı olur. Sonda da en sevdiğim filmi izləyirik. Popcorn, kola, içəcək. Zəhmət olmasa kanalıma abunə olmağı unutmayın.